Məktəbdə 10 xadiməçi ola-ola 6 xadiməçi iş fəaliyyətini yerinə yetirir. 4 xadiməçi əli cibində məktəbə gəlib gedir. Təsvir olsun ki, məktəbin direktoru Babayev Araz Hüseynə oğlu bunlara maaş bırakır. Cəlilabad rayonunun Sabirabad kəndində yerləşən, şəhidin adını daşıyan bir nömrəli tam orta məktəb ətrafında narazılıqlar səngimək bilmir. Kənd sakini 2016-cı ilin aprel döyüşlərində iştirak etmiş müharibə veteranı İsmət Məmmədov Kanal 21-ə müraciət edərək məktəbin direktoru Araz Babayevin davranışlarından narazılığını bildirib. Veteran iddiasına görə direktor spirtli içki qəbul etdikdən sonra onu vətən uğrunda döyüşmüş bir qazini təhqir edib, liyaqətini alçaldıb. İsmət Məmmədov əlavə edib ki, məktəbdə ciddi qanun pozuntuları da var. Onun sözlərinə görə məktəbdə 10 xadimə ştatda görünür, amma onlardan yalnız 6 nəfər işə çıxır. Digərləri isə faktiki işləməsələr də hər ay maaş alırlar. Üstəlik məktəbdə pul yığımı hallarının olduğu da iddia olunur. Ətraflı İsmət Məmmədovun öz dilindən dinləyək. Mən Cəlilabad rayonu Sabirabad kəndində yaşayan Məmmədov İsmət Mehmanoğlu. Özüm 2016 aprel döyüşlərinin qazisiyəm, 2-ci qrup əlilliyə müharibə veteranıyam. Cəlilabad rayonu Sabirabad kəndi bir nömrəli Nizam Məmmədov adına bir nömrəli tam orta məktəbin gözətçisiyəm. Təsvir olunsun ki, Cəlilabad rayonu Sabirabad kəndi Nizam Məmmədov adına bir nömrəli tam orta məktəbin direktoru Babayev Araz Hüseynə oğlu çirkin əməllərindən əl çəkmir. Məktəbdə 10 xadiməçi ola-ola 6 xadiməçi iş fəaliyyətini yerinə yetirir. 4 xadiməçi əli cibində məktəbə gəlib gedir. Təsvir olsun ki, məktəbin direktoru Babayev Araz Hüseynə oğlu bunlara maaş bırakır. Keçən ayın 10-u məktəbə 7 dəqiqə gecikmişdim. Gəldi məktəbə dedim, müəllim qapını bağlama, müəllim də məktəbdən çıxırdı. Başladı içkiliydi, başladı söyüşlərdən məndən danışmağa. Qaziliyimi təhqir etməyə və şərəf və qətim alçatmağa. Həmin vaxtı mənim halım pisləşdi. Mən Skoraya zəng elədim, Skora gəldi, iynə dəvə dərman, özümə bir damcı gəldim. Və 102-yə zəng elədim, Cəlilabad rayon polis şöbəsindən gəldilər, məndən ərizə aldılar, prokurorluğa ötürdülər. Prokurorluq çağırdı, dindirdi, təzdən məndən ərizə aldı. Hələ ki, bu haqda bir şey yoxdur ki, yəni çağırıb, bir dəfə çağırıb, izatımı alıb, amma təsvir olsun ki, məktəb direktoruna, nətər deyək, güldən ağır bir söz deyilmir. Bu məktəb üzrə sistem direktorun buna demə olmaz, məişət pozunun demə olar buna. Çünki bir direktor ki, dövlət müəssisəsində bir şəhidin adını daşıyan məktəbdə içki içirsə, qazinin şərəf və layiqətini alçaldırsa, ona direktor demə olmaz. Məktəbdən pul yığılmaq. Məktəbdən pul yığdı, ayaqlı remont olunur pul, ayaqlı çəkilir pul, məktəbə kamera çəkilir pul. Üzr istəyirəm, bu çəkiliş apardığım yerdə məktəbin bufetidir. Elə oldu, mənə dedim, məktəbin bufetini işlət, ayda 50 manat mənə pul verir. Mən də bilmirdim ki, dövlətdən rüsum ödəməlisən. Mən də məktəbi işlətdim 3 ay, hər ayda 50 manat məktəb direktoruna pul verirdim. Elə oldu ki, bizim məktəbə təsərrüfat müdiri təyin olundu, öz qardaşı qızı. Təyin olundu, həmin vaxtında təftəsim gedirdi. Bizim Cəlilabad rayon sektoruna, Cəlilabad şöbəsindən nümayəndə gəldi, Elvin müəllim, bir də bizim buxartırımız Natiq müəllim, təftəsindən. Elə oldu otaqda Elvin müəllimə bizim təsərrüfat müdürümüz dedi ki, qanunsuz məktəb bufeti işlədilir. Həmin hələfədə məktəbin direktoru Babayev Araz Hüseynə oğlu mənə otağa çağıran kimi də əlin atdı, üzr istəyirəm, bədənim, köynəmi qalxızdı, içəridə qadın ola-ola. Köynəmin düymələri yaxası qırıldı. Həmin vaxtı məktəb direktorundan otaqda Elvin müəllimin yanında uğraşdım. Yəni, uğraşdım ki, sən kimsən mənim bədən layihəmi qadına göstərsən. Mənim krişkam var, mənim şəkilim var məktəbdə, onu göstərə bilərsiniz. Bu haqda dövlət səviyyəsində prokurorluğa qədər, ombudsmana qədər, Təhsil Nazirinə qədər çıxmışam. Təsvir olsun ki, bu direktor
əli cibində gəlib gedən 4 işçiyə göz yumur. Yağın ki, bunun ya işçilərin kartı onun cibindədir, ya da aylıq verirlər ki, bunları göz yumur. Mən özüm hüzür düşür, toy olur, ya da dövlət tədbiri olur, buraxmır. Məcbur qarşısında öz büdcəmlə məzuniyyət götürüb çıxıram, maaşımdan tutulma şərti ilə. Maaşımdan tutulur. Amma təəssüflə olsun ki, bu 4 nəfərə məktəb direktoru göz yumur. Əlləri ciblərində müəllim kimi xadiməçi olurlar, gəlib gedirlər. Səhər 9-da gəlib 4-5 tamam iş yerini tərk edirlər. Məktəb direktoru bunlara göz yumur. Amma təəssüflə olsun ki, məktəb direktoru bunlara əmək haqqı da bırakır. Kəsən mən qazi ola, məktəbə o formada gəlim, gedim, işini gəlim, yandırım, gedim, məktəb direktoru bəlkə məni tuturar. Amma təəssüflə olsun ki, bunlara göz yumur. Məktəb direktoru təyin olunmamışdan qabaq səs yazısını atdım sizə müəllim, hələ təyin olunmayıb. Məktəbdə yeyinti haqqında, pul yığılma haqqında danışırlar. Üzr istəyirəm, bu məktəb direktorudur, bu məişət pozunudur. Bir şəhidin adını daşıyan məktəbdə iskili ispirti qəbul edən direktor, qazinin qazili şərəf əlaqətin alçadan direktor, işə gəlib iş fəaliyyətini yerinə yetirməyən işçiyə maaş bıraxan direktor, təsərrüfat müdürünün qabağında, qadının qabağında qazinin bədən layihəsini qalxızıb qadına göstərən bir direktor, dövlət müəssisəsində, dövlət məktəbində, şəhidin adını daşıyan məktəbdə nətər işləyir mən bilmirəm. Xahiş edirəm, mən bu çıxışım dövlət səviyyəsində yayılsın, lazımı tədbirlər bu direktor haqqında görülsün ki, bu məktəb bu günə qalmamalıdır. Bu məktəbdə bizim balalarımız, bizim şagirdlərimiz, mənim şəxsən övladım bu məktəbdə dərs deyir, 2-ci sinif şagirdidir. Bu məktəb, nətər deyək, batmaq üzrədir. Bu məktəb Araz Babayev təyin olunandan məktəb pozunluq hala gəlib çıxır. Bir məktəbdə ki, iski qəbul edən bir direktor, hansı direktorluqdan danışa bilər? Hansı müəllimlikdən danışa bilər? İsmət Məmmədov iddialarını təsdiqləmək üçün sübut kimi səs yazısı da təqdim edib. Onun sözlərinə görə həmin səs yazısında Araz Babayev məktəb direktoru təyin olunmamışdan əvvəl müəllimlərdən pul yığılmasını etiraf edir. Mən müəllim Çağrı Novogolevdə gedirəm. Yəni iş hazırdır, 100%, sən o tərəfə işləyirsən. Sağlığı gördüyündən, bunun da hardasa kəmənin qurşadılar, o tərəfdən işləyirsən. O iş bağlanan sonra götürər təbirsən, burası hələ təmiz şey kesməm. Mənimlə yola gedə biləcəksən, abiyyətlə. Bəli. Mənimlə gəlişəm sözümsüzlər bu vaxt yetişib, belə falan bəşməkət. Orada ərəsindən 20-30 maddi zamlaşım, Kataqardan falandan bəşməkətdən. Necə olacaq bunlar yavaş-yavaş? Bunları elə deyən şeylər nedir ki, onun da vaxtı var da, yavaş-yavaş. Naraz olma, onun yapacaq. Yox, mən deyirəm, yəni naraz sizə mənim özüm şey, yəni işləyəm görəm. Deyirəm, sizdən bu sənin şuraya da çox uzada bilməsi orada. Yox, belə deyil. Bu qaçmaq deyil, bunu imkan vermirlər qaçmağa. O deyilən ki, tasa düşmənizi qaçmalıdır. Eşitsən? Eşidirəm, tasa da saldılar, dibində də apar. O bizim əsəndə naraz olma, orada nə olacaq? Nə olacaq orada? Yox, nə olacaq, bir lafı aşağı götürəyə vuracaq, qarıq makinə. Əsas o ki, bilirsən nətər, mən nəyə görəsən? Bizim ki, məsələn, bu konnektörü ələ ala bilərsən, yapırsan. Alacam, naraz olma. Hamısı özümüz içindən, Hərəsindən çox yox, yenə də deyirəm, 45 dənə satsaqdır. Hərəsindən 20 manat sənə hörmət eləsələr, hələ orada da 2-3 dənə satın olacaq, əsədir. Burası da ağından idarə ilə gedir. Sonda Kanal 21 olaraq onu da qeyd edək ki, səsləndirilən fikirlərlə bağlı heç bir məsuliyyət daşımırıq və qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. Kanal olaraq ictimailəşdirmək bizim işimizdir, tədbir görmək və ümid isə aidiyyəti qurumlara və Allaha qalır.